və bu mübahisə mövzusu belə deyil. Yaxşı mix, pis mix deyilən bir şey yoxdur. Bizə uyğun ağırlıq üçün hansı növçüsünü və buna uyğun çaşkanı seçdiyimizə görə bizim növbəti mərhələmiz bəyəndiyimiz daddır, yəni ki, miksologiya. Əvvəla onu deyim ki, hər kəsin ağız dadı fərqlidir və bu mübahisə mövzusu belə deyil. Yaxşı mix, pis mix deyilən bir şey yoxdur. Bizim bəyəndiyimiz və yaxud da ki, bəyənmədiyimiz mikslər var. Bəs biz necə mix eləyə bilərik? Bunun ən əsas iki şərti var. Bir fantaziyamızı işə salmalıyıq, bir də ki, yoxlamaqdan qorxmamalıyıq. Onu da qeyd edeyim ki, hər qəlyançının özünə məxsus miksologiya texnikası var. Bugün də mən danışacağam öz mix texnikamdan və sizi bunu yazılı şəkildə göstərməyə çalışacağam. Əvvəla biz təyin edək ki, biz dadı nəyin üzərindən qururuq? Sitrus, şirin meyvələr, gilə meyvələr, alkoqol, gül və yaxud da otlar, ədviyyat, gastronom və yaxud da ki, desert dad. Məsələn, biz alkoqollu mix istəyirik və əsas olaraq alkoqolu 50% qoyuruq. Alkoqol ürəyimizi vurmasın deyə 20% limon əlavə edirik və alkoqola əlavə dad vermək üçün gilə meyvə seçdik, məsəl üçün moruq. Əldə elədik moruqlu, alkoqollu, yumuşaq bir mix. Bu sizə göstərdiyim məcburi bir şey deyil. Bu sadəcə şərti göstəriş idi və siz özünüz də yoxlayın və rəylərdə özünüzə məxsus mikslər varsa, yoxladığınız mikslər varsa, onları yazın. Dəstək olmağı, abunə olmağı unutmayın. Görüşərik.